Allah bir anda hər şeyi alar, bir anda nə istəsən verər. Mən özümü fəqir bilmirəmsə, mən heç kimi Allah yanında fəqir bilmirəm. İnsan anba-an nə qədər qüdrətə çatsa belə, nə qədər iqtidara çatsa belə, yenə özünü Allah yanında fəqir bilməlidir. İnsan haçan varlı olur. O vaxtı ki, dünya malında gözü olmur. İçərisi qəni olur. İçərisi ruhi imkanlı olur onun. Uşağın anasına olan etimadı, etibarı, inamı, ümidi bizdə olsaydı Allaha qarşı, biz ən qəni adam olardıq. Ki, insan o dərəcədə arxain olmalıdır Tanrısının yanında ancaq fəqir olmalıdır, ehtiyaclı olmalıdır. Hədislərdə bu var ki, səhər əsən xəfif meh ki var, o İmam Zamandan xəbər gətirir. Onun ətrini daha doğrusu gətirir. Mənim bugün məclisim onun o günəş üzünün işığı ilə nurlanır. Zahida sanqıl təvəccüh güşeyi mehrabə ki, qiblə-i taət xəmi əbruyi dilbərdir mənim. Salam, əziz və dəyərli izləyicilər. Sizləri Füzuliyə Axund Baxışı verilişində xoş gördük. Biz yenə dəyərli ruhani, ustad, şair Axund Azərsani ilə bir yerdə Füzuli qəzəlinə, Axundun baxışını sizinlə bölüşəcəyik və yeri gəlmişkən dəyərli qonağımı sizə təqdim eləmək istəyirəm, salamlamaq istəyirəm. Hacı, salam. Aleyküm salam. Necəsiz? Allah razı olsun, Allah kömürünüz olsun. Hacı, inşallah qəzəli səsləndirirsiniz. İnşallah sonra qiraətini, sonra da baxışınızı bölüşərsiniz bizlə. Fəqr mülki təxtü aləm tərki əfsərdir mənə. Fəqr mülki təxtü aləm tərki əfsərdir mənə. Şükr lillah dövləti baqi müyəssərdir mənə. Zülf-ü ruxsari xəyali ilə nədir halun dəmən. Öyləyəm kim gecə və gündüz bərabərdir mənə. Hur tuba vasfiney vaiz bugün az eylə ki, həmdəm ol tuba qiyam u hur peykərdir mənə. Aradan ey şəm'i çıx bir güşə tut kim bu gecə, bəzm bir xurşidi tələtdən münəvvərdir mənə. Verdi badi söbh bir xurşidi tələt müjdəsin, şəm-i vəşvəh kim bugün ölmək müqarrardır mənə. Zahida sən qıl təvəccüh güşeyi mehrabə ki, qiblə-i taət xəmi əbruy dilbərdir mənə. Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə, ərsə-i dəşti cünun səhra-i məhşərdir mənə. Bu qəzəlin elə bir ki, bir sujet xətti belə götürülür ki, bizdə var deyir, tezə ay çıxanda köhnə ay doğrayıb ulduz eləyərlər. Bu cür mənada, yəni ki, bu şey gəldi artıq, haqq gəldi, batil getdi. Su tapıldı, təyəmmüm batildi. Məsələn, yəni, bu səmtdə gedir bu qəzəlin hələ bir ki, sujet xətti. Əvvəl deyir ki, fəqr mülki, fəqrin mülki. Fəqr kasıbçılığa deyərlər də. Yoxsulluq. Yəni, ehtiyaclı olmağa fəqr deyərlər. Peyğəmbərimizdən bir hədisdir də, deyir ki, əl-fəqru fəxri. Fəqirlik mənim fəxrimdir. Görəsən, bu kasıbçılıqdan gedir söhbət? Yox. Əli əleyhissalam deyir ki, fəqirlik əgər bir insan olsa, mən onu öldürərdim. Yoxsulluq əgər bir insan olsaydı, mən onu öldürərdim. Ki, dünyada bir dənə yoxsul adam qalmaydı. Bəs nəyə görə Peyğəmbərimiz deyir ki, əl-fəqru fəxri, nəyə görə deyir, fəqirlik mənim fəxrimdir? Söhbət burada maddi kasıbçılıqdan getmir. Fəqir, yəni özünü Allah yanında aciz bilmək. Ehtiyaclı bilmək. Ehtiyaclı bilmək, budur, mövzu budur. Deyir, həmən o aləm ki var, mənim milyonlarım da olsa,
Əgər mən özümü fəqir bilmirəmsə, mən heç kiməm. Allah yanında fəqir bilmirəmsə. Allah bir anda hər şeyi alar, bir anda nə istəsən verər. İnsan an nə qədər qüdrətə çatsa belə, nə qədər iqtidara çatsa belə, yəni özünü Allah yanında nə bilməlidir? Fəqir bilməlidir. Ona görə deyir ki, fəqr mülki, həmən o fəqirlik aləminin mülki təxtimdir mənim. Təxtü. Orada fikir versən, təxtü, taxt və hələ bil ki, mənim taxtı tacım fəqirlik mülkidir. Sonra deyir ki, fəqr mülki taxt, aləm tərki vergül. Aləmi tərk eləmək, hər şeydən əl üzmək. Əfsərdir mənə, baş tacıdır. Taxta oturan şahın başının tacı olar da. Tacım Mənim, bəli, taxtım nədir? Fəqir mülkidir. Tacım isə aləmi tərk eləmək. O da aləmi tərk eləmək, yəni dünya malında gözünün olmamağı. İnsan haçan varlı olur. O vaxtı ki, dünya malında gözü olmur. İçərisi qəni olur. İçərisi ruhi imkanlı olur onun. Deyir, fəqr mülki taxt, aləm tərki əfsərdir mənə. Dalıcan, bu halına şükür eləyirdir. Şükr lillah, dövləti baqi müyəssərdir mənə. Şükür olsun ki, baqi əbədi deməkdir, daimi deməkdir. Daimi bir dənə dövlət tapmışam. Elə bir dövlətə yetişmişəm ki, bütün dövlətlilər qorxarlar dövlətlərinin süqut eləməyindən, tənəzzülündən, fənaya uğramağından, iflas olmağından, yəni müflis olmağından və onu daima təlaş içərisində artırarlar, saxlayarlar, qoruyarlar və s. və s. Amma mən elə bir varlı bir aləmə girmişəm ki, fəqr mülkünə girmişəm. Fəqr mülkü də bir söz nədir? Elə bilginən ki, girmişsən özü tapşırmışsan Allaha. O qədər inanırsan ürəklə ki, Allah məhz başına qoymayacaq ki. Allah yetirəcək də. Bir dilənçi gəlir qapıya, bir uşaq çıxır qabağına. Daha doğrusu həyətdə oynayır uşağında 3 yaşı, 4 yaşı var. Deyir ki, evdə kim var? Deyir, neynirsən? Deyir ki, mənə biraz çörək pulu versinlər, ya yemək versinlər, dilənçidir də. Uşaq qayıdır ki, sən onun yoxdur, versin də yemək sənə. Ariflərdən biri deyir ki, o uşağın anasına olan etimadı, etibarı, inamı, ümidi bizdə olsaydı Allaha qarşı, biz ən qəni adam olardıq. Ən varlı, ən dövlətli adam olardıq. Ki, insan o dərəcədə arxain olmalıdır Tanrısına və Tanrısının yanında ancaq fəqir olmalıdır, ehtiyaclı olmalıdır. Ondan başqasının yanında iczini bəyan eləmək, fəqirliyə düşmək, bu Allaha qarşı şirkdir. Ona görə deyir, fəqr mülki taxt, aləm tərki əfsərdir mənə. Taxtım fəqir mülkidir, əfsərsə baş tacıdır. Tacım isə aləmi tərk eləməyimdir. Şükr lillah, dövləti baqi müyəssərdir mənə. Şükr olsun Allaha ki, əbədi bir var dövlət mənə qismət olub. Zülfü rüxsari xəyali ilə nədir halın demən? Burada demən sözü ki var, yəni deməyin. Deməyin mənə bir söz. Zülfü rüxsari xəyalı ilə, zülf saçdır, rüxsar üzdür. Saçda qaralıq var, üzdə ağlıq var, nur var. Qaranlıq və işıq. Dir zülfü rüxsari xəyali ilə nədir halın demən? Deməyin ki, bunun saçı ilə, üzünün xəyalı ilə, saçının xəyalı ilə nə olub sən halı və? Öyləyəm ki, gecə və gündüz bərabərdir mənə. Gecə zülfə işarə eləyir, gündüz rüxsara üzə işarə eləyir ki, saçı ilə, üzü ilə mənim xəyalımı görüb deməyim ki, nədir bu halın sənin? Hələ bir dənə vəziyyətdəyəm ki, gecəmlə gündüzüm bərabərdir.
Niyə görə bərabərdir? Çünki gecə ilə gündüz bərabər olanda adam onda rejimi də düzgün olur, vaxtında o biz demişik, o raşotunu da düzgün götürür, harda nə etmək lazımdır, necə. Hərdən görürsən ki, gündüz çox qısa olur, gecə nə uzunluqdur və yaxud da əksinə. İndi yayda belə olur, qışda belə. Onda görürsən adamın o işlərin də o dərəcədə birini çatdırır, biri qalır axşama, biri filan və ələlxüsusda Füzulinin vaxtında demək olar ki, gecə həyatı yox idi də. Yəni hələ bir vəziyyət idi ki, yəni hər şey qaranlıq düşdü, hər şey dayanırdı da. Zülfü ruxsari xəyali ilə nədir halın dəmən? Öyləyəm kim gecə və gündüz bərabərdir mənə. Hur-u tuba vəsfi ney vaiz bugün az eylə ki, həmdəm ol tuba qiyamı hur-u peykərdir mənə. Deyir, hurinin və tubanın vəsfini. Huri nədir? Huri cənnətdə vədə olunan gözəl varlıq. Tuba isə cənnətdə vəd olunan bir gözəl ağac. Vəsfdə bir şeyi tərifləməkdir. Deyir, mən üçün hurini, ondan sonra o gözəl varlıqları, sonra tuba ağacını, o gözəl ağacı, mən üçün ey vaiz, vaiz kimə deyərlər? Moizə eləyən adama vaiz deyərlər. Moizə, vəz eləyən adama vaiz, yəni ismi faildədir, yəni neyniyən? Moizə eləyən. Deyir, ey vaiz, mən üçün huridən, tubadan danışməyinən. Niyə məhz huri və tubadan deyir? Huri, tuba vəsfin ey vaiz. Bugün az eylə ki, bugün onu azalt. Bugün az elə. Niyə? Həmdəm ol tuba qiyamı huri peykərdir mənə. Tuba qiyam, yəni qiyamı, qaməti, tuba kimi olan və huri peykər, yəni peykər bədənə deyərlər də, gözəl bədənli və tuba qamətli bir varlıq bugün mənə nə deyir? Həmdəmdir. Onların söhbətini az elə. Day onları yığışdır. Onlar bunun yanında heç nədir. Ümumiyyətlə, bu cür nə məsələlər var. Mən bir yeri gəlmişəm, bir dənə bir söz deyim. Quranda bəzi surələr var ki, o surələrin təfsirində deyirlər ki, məsəl üçün, bu Əhl-i Beytə aiddir, bu ayətdir, Əli əleyhissalama, bu ayətdir filan kəsə, filan kəsə. O surədəki, hansı surədəki ümumi Əhl-i Beytin haqqında söhbət gedir ki, və xanım Zəhra salamullah aleyha orada var, o surədə ki, ona işarə vurulur. Bütöv o surədə Allah Teala heç vaxt huridan qılmandan danışmır ahirət haqqında. Onun ehtiramına. Huri tuba vəsfin ey vaiz bugün az eylə ki, həmdəm ol tuba qiyamı huri peykərdir mənə. Arədən ey şəmi çıx, bir güşə tut kim bu gecə, bəzmi bir xurşidi tələtdən münəvvərdir mənə. Bayaq necə dedik ki, qəzəlin o sujet xətti necə gedir? Filan şey gəldi, filan şey yığışdır. Aradan deyir, ey şəmi çıx. Aradan get, Şama deyir ki, aradan get. Çıx, bir güşə tut kim bu gecə. Get bir dənə güşədə məqam tut ki, çünki bu gecə bəzm nədir? Məclis. Bir xurşid tələt, xurşid günəşdir. Xurşid tələt məcazi mənada günəş işığı verən üzlü, günəş üzlü bir varlıqdan nədir? Münəvvərdir. Münəvvər nurlanmış. Nur sözündə münəvvər, yəni nurlanmış. Mənim bugün məclisim onun o günəş üzünün işığı ilə nurlanıb. Şam geçsin, günəş çıxanda digər göy cisimləri işığını itirər. Qaranlıqda əməlli başlı iş görə bilən işıq, gündüz vaxtı heç bir şeyə yaramır. Dostumuz İlqar Fəhmin bir dənə bir sözü var orada, şeir formasında deyir, indi ona etüd deyirlər, nə deyirlər. Deyir, Allah Teala gecəni ona görə yaratdı ki, balaca lampalar da nəyəsə yaradıqlarını başa düşsünlər də, təsəlli tapsınlar ki, biz də nəyə görə, nəyəsə lazım. İşə yarayırıq. Bəli, işə yarayırıq.
Deyir, oradan ey şəmi çıx bir guşə tut kim bu gecə, bəzmi bir xurşidi tələtdən münəvvərdir mənə. O şəm haqqında istəyirəm, o deyilişi haqqında fikir verirsiniz yazanda. Qabaq apostrof var idi, indi yığışdırıblar da, bilmirəm apostrof neyinib bunlara. Şəm sözündə ayn var. Onu biz apostrofla qabaq bildirərdik bizim vaxtımızda. Məsələn, tətil, təmir, bu cürünə. Klassik ədəbiyyatda məsələn, ənən deyəndə həmişə m hərfindən şəmə, m-dan sonra bir dənə balaca bir i-yə oxşayan bir şey verirsən də, şəm-i ruxsarın. Aradan ey şəm-i çıx. Ey şəm desin, bəhərdən çıxarsan. Ey şəm çıx. Şəm deyir, şəm-idir. Əgər istəyirsən ki, normal şəm deyəsən, onu ənən demirsən, şam deyirsən. Şam yanır. Şam. Şeirdə şam kimi işlət Azərbaycan dilində. Amma klassik ədəbiyyatda şəmə sözü var. Belə danışıqda yoxdur. Klassik ədəbiyyatda şəm'i işlədilir. Nəsə sual biz o şəmi şam şəklində düz yaza bilərik. Bəs məsələn aynında elə şəm şəklində yazıb desək, bu nöqsan sayılır. Məsəl üçün biz adətən zəmzəm, bu kimi sözlərdə şəmi ona qafiyələndirə bilərik, yoxsa? Yox. Əslində yox. İndi kimsə qafiyələndirir, özü bilərik, amma əslində yox da. Yəni zəmzəm sözünə şəm qafiyədir. İstəyirsən şamı qafiyələndirəsən, onda şam deyinə, İlham, axşam, ilham, məqama o cürünə qafiyələndirilir. Verdi badi sübh bir xurşidi tələt müjdəsin. Badi sübh səhərin küləyi. Badi səba da deyirlər, badi sübhdir. Burada bəhrə görə badi sübh deyir. Verdi badi sübh səhər küləyi bir xurşidi tələt müjdəsin. Bir günəş üzlünün xəbərini, müjdəsini verdi səhər küləyi. Şəm-i vəş vəhkim budam, ölmək müqarrardır mənə. Elə bil ki, şəm kimi, şəm-i vəş, şəm kimi, nə yaxşı ki, bugün ölmək mənə qərarlaşdırılıb. Niyə? Xəbəri kim verir? Xəbər verir xurşid-i tələtdən badı səba. Əgər xurşid gəlirsə, günəş çıxırsa, şama ehtiyac yoxdur. Şam söndü, öldü. Elədir. Bir məsələ də var ki, əgər bu badı səbadırsa, külək neynir? Şamı söndürür də. Gəlir söndürür ki, sən sön, xurşid gəlir. O külək deyir, şeydə deyir, Leyli Məcnun'da deyir, Leylinin anası Leyliyə nəsihət eləyir ki, Məcnun'un adın çıxıb sənin məktəbdən çıx, filan. Orada bəzi ananın qıza verdiyi nəsihətlərdən, onlardan deyir ki, meygərçi səfa verər dəmağa, axdığı üçün düşər ayağa, sən şəmisən, uyma gəl həvaya, çün şəmi həva verir fənaya. Sən şamsan, havaya uyma ginən. Çünki hava şamı neyniyir? Söndürür. Sən şəmisən, uyma gəl həvaya, çün şəmi həva verir fənaya. Burada da səhər küləyi ki, əsir. Ümumiyyətlə, hədislərdə də var bu şey ki, səhər mehi və klassik ədəbiyyatda da səhər mehi həmişə yardan xəbər getirir. Hədislərdə bu var ki, səhər əsən xəfif meh ki var, o İmam Zamandan xəbər getirir. Onun ətrini daha doğrusu getirir. Həqiqətən də bir səfalı olur. Və hətta yaz vaxtı tozlanmalar çoxu o məhz səhər küləyindən olur. Yəni dini rəngini qoysaq da qırağa, insan çölə çıxanda, məsələn, mən özüm şəxsən, sübh vaxtı çölə çıxanda insana çox bir xoş aura gəlir. Dini rəngini də qatanda başa düşürük ki, o aura hardan imiş. Deyir, verdi badi sübh bir xurşidi tələt müjdəsin, şəm-i vəş vəhkim, şəm kimi, nə yaxşı, vəhkim buradan nə yaxşı ki, şəm-i vəş vəhkim, budam ölmək müqarrardır mənə. Zahida, zahid bilirsiniz ki,
O kəslərə deyilir ki, ömrünü ibadətə həsr eləyir və dünyadan nə edir? Dünya sevgisindən əlini üzür. Zahidə sanqıl təvəccüh güşeyi mehrabə ki, sən mehraba üzvü tut ki nə? Mehrab necə olur? Qibləni göstərən bir əyri xət. O da qaşı oxşayır. Deyir, zahida sanqıl təvəccüh. Təvəccüh yəni üzvü tut. Güşeyi mehrabə ki, mehrab güşəsinə tut ki, qiblə-i itaət qibləsi, xəmi əbruy dilbərdir mənə. Mən yarımın qaşını mehrab bilirəm, qiblə-i itaət mənim üçün yarımın qaşıdır. Burada artıq aşiqanə bir sözdür. Yəni, bu fiqhi məsələ deyil. Təbii ki, adama deyərlər ki, necə yəni, əli şey olar? Bu bilirsiniz, harada işlənilir? Məsəl üçün, Zilhiccə ayının 8-idir, həclər hamısı axışırlar, gəlirlər hara? Kəbəyə. Amma zamanənin imamının canı təhlükədədir, əmr olunub ki, Kəbə divarlarından asılıb qalsa da onu öldürülməsi vacibdir ki, Yezid ibn Muaviyə əmr verib. İmam Hüseyin Zilhiccə ayının 8-i tərk eləyir Kəbəni. Hamı gedir həccə, imam həcdən ayrılır. Həclər həccə getməlidir, vacibdir. Amma burada bəzi məsələlər çıxır ortalığa ki, artıq o bir nəfər müraciət eləyir, Kəbənin ruhu Kəbədən ayrılır, ay cəmaat. Nədir bu cansız Kəbənin başına fırlanırsınız? Zahida sanqıl təvəccüh güşeyi mehrabə ki, qiblə-i taət xəmi əbruy dilbərdir mənim. Xəm əyridir, əbru qaşdır, dilbər də dilbər. Mənim üçün itaət qibləsi yarımın əyri qaşlarıdır. Füzuli cəm olur peyvəstə el nəzzarəmə. Füzuli bütün el gəlirlər, nə inirlər? Mənə baxırlar. Hamı ərsi dəşti cünun səhra-i məhşərdir mənə. Yəni dəlilik çölünün düzü mənim üçün məhşər səhrasıdır. Niyə? Çünki hədislərdə var ki, məhşər günü kimlərisə sorğu-sual edəndə elə bir yerdə olunacaq ki, o hamı görəcək. Ərsə-i məhşər. Hamı onu görəcək. Yəni, mən elə bir vəziyyətdəyəm ki, bütün el mənə baxır. Elə bil ki, məhşər günüdür. Mənsə dəliliyin o səhrasındayam, hamının gözü məndədir. Niyə? Çünki mən cəmaatla eyni fikirdə deyirəm. Mən aşiqlərin biraz fikri başqa cür olur və aşiqlərə el həmişə tənə eləyir, elin nəzəri onun üstündə olur. İndi bunu belə elədi, indi bu belə elədi. Gördünüz bu filan kəs neynədir? Hamının işi yücələ bilməklə, elə bil məhşərdəyəm, hamı da mənə tamaşa edir. Belə bu qədər, məndən bu qədər. Təşəkkür edirik, Hacı. Əminəm ki, izləyicilər də zövq aldı. Bizim hər verilişimiz elə biləm, elə də keçir və sizə buna görə təşəkkür edirəm. Füzulinin bərəkətindən deyərik. Füzulinin də bərəkəti öz yerində, sizin də baxışınız bərəkətləndirir, Hacı. Ona baxmaq da bir hünər tələb eləyir, onu hər adam baxa bilmir məncə. Buna görə təşəkkür edirik sizə. Allah razı olsun. Və biz həqiqətən sizdən öyrənirik. Allah sizin elminizi daha da bərəkətli eləsin. Hələlik. Sağollaşıram sizlə və dəyərli tamaşaçılarla gələn görüşlərdə görüşənədək.